Dostlar, mən sizə söz vermişdim ki, 212 ilə Xamerin müqayisə videosunu çəkəcəm. Amma ondan öncə mən istəyirəm ki, 212 ideyası haqqında danışım. Mən avtomobil satışı ilə məşğul olmuram. Mənim heç bir salonum yoxdur. Bu mənim biznesim deyil. Amma mən avtomobil sahəsində 25 ildən çoxdur işləyirəm və pisi yaxşıdan aralaya bilirəm. Mən bu avtomobillə artıq 1 ildən çoxdur ki, məşğulam və mən Azərbaycanlıları gözəl tanıdığıma görə, olan istəklərini də gözəl bildiyimə görə bunu seçmişəm ki, yəni bir bilən adam kimi tövsiyə xarakterli bu avtomobili nümunə şəklində sizə gətirmişəm ki, gəlib baxa biləsiniz, istifadə edə biləsiniz, hiss edə biləsiniz və ideyasını duya biləsiniz. Bu avtomobili sizin istədiyiniz tipdə zavoddan sizin üçün sifariş elətdirə bilərəm. Ehtiyat hissələri təmin elətdirə bilərəm. Servisini təmin elətdirə bilərəm. Hamısı minimum qiymətdə olacaq. Yenə də deyirəm, bu bir ticarət əməli deyil. Bu bir xidmətdir. Bəs deyə bilərsiniz ki, yaxşı, bəs bu xidməti nə cür əldə edə bilərəm? Bəs məhz buna görə də biz 212 klubu deyilən bir şey yaradırıq. Mən deyəndə ki, bu klub olacaq, çoxları bunu yanlış anlaya bilər. Bu klubun üzvlərinə maşını alandan sonra bu xidmətləri verməyə çalışırıq və bu bir ideyadır. Bu çox gözəl maşındır. Bəlkə 6 aydan sonra, bəlkə 1 ildən sonra, bəlkə 3 ildən sonra siz bunu başa düşəcəksiniz. Amma mənim təcrübəm, mənim biliklərim imkan verir ki, mən bunu sizdən 5 il öncə başa düşə bilim. İndi soruşa bilərsiniz ki, bəs bu kluba üzv olmaqdan ötürü əlavə nə lazımdır? Maşından əlavə. Gözəl insan olmaq lazımdır, mərifətli olmaq lazımdır, qanacaqlı olmaq lazımdır. Mən bu yaşımdan sonra elə hər adamdan oturub durmaq istəmirəm. Əgər bir klub olacaqsa, əgər bu yığıncaq olacaqsa, əgər bir dostluq olacaqsa, qardaşlıq olacaqsa, əgər orada doğrudan da ticarət yoxdursa, yalnız kömək varsa, mən sizdən mərifət, qanacaq, sevgi, insaniyyət, abır-həya və eyni zamanda da gözəl bir işin sahibi olmaq istəyirəm. Mənə artıq ölkəmizin bir çox yerlərindən müxtəlif işlərin sahibləri yazırlar. Hamı ilə tanış olmağa çox şadam. O mərifətli, qanacaqlı insan kimi insanları salamlayıram. Mən bunun üçün bunu sizə kömək məqsədini eləyirəm. Yoxsa, qardaş, maşını neçəyə verirsən deyən adama mən cavab verməyəcəm. Mənim üçün klub üzvü olana xidmət var, insan olana xidmət var, dost olana xidmət var, layiq olana xidmət var. Bu 212 klubun ideyası da bu olacaq.